Nərman istiqamətində hərəkət edirsənsə, bunu bilməsən 100 manat 3 bal cərimələnəcəksən. Görürsünüz burada körpünün altında svetofor tətbiq olunub. Əziz sürücülər, yəqin ki bu yolu tanıyırız. Əhməd Rəcəbli küçəsi ilə Nərmanov istiqamətində hərəkət edirik. Körpü vasitəsilə Ziya Bünyadov prospekti keçir, onun altından svetofor tətbiq olunub. Burada qarışıq bir vəziyyət var. Bunu izah eləməyə çalışacağım sizə. Diqqətlə dinləyin. Əgər sən Əhməd Rəcəbli küçəsi ilə Nərman istiqamətində hərəkət edirsənsə, bunu bilməsən 100 manat 3 bal cərimələnəcəksən. Görürsünüz burada körpünün altında svetofor tətbiq olunub. 1, 2, 3 svetofor görürük. Bu svetoforların hər üçü eyni məlumatı əks etdirir. Yəni burada yaşıl dalğa adlanan bir vasitə tətbiq olunmuyor. Yəni burada yaşıl işıq sönəndə hər üç svetoforun yaşıl işığı sönür. Qırmızı yananda hər üçündə yanır. Deməli, fərz elə ki, biz buradan hərəkət edirik Nərmanov istiqamətində. Yaşıl işıq yanır, hərəkət edirik. Əgər bu yaşıl işıq sönsə, yol ayrıcının ikinci kəsişməsi qarşısında qoyulan svetoforun da yaşıl işığı sönəcək, qırmızı yanacaq. Buradan hərəkət edən sürücülər o svetoforun da tələbinə riayət edib həmin yerdə dayanıb gözləməlidir. İndi diqqət edin, göstərəcəm. Hal-hazırda görürsünüz, yaşıl işıq yanır. Hər üç svetoforda yaşıl işıq yanır. Diqqət edin, orada da yanır. İndi diqqət edin, sarı işıq yandı. Yol ayrıcına girən sürücülərə diqqət edin, getdilər, orada dayandılar. Çünki o qırmızı siqnalın da tələbinə riayət etməliyik. Bəzi sürücülər düşünür ki, mən bu yaşılla girirəmsə, yaşılın axırının saniyəsində əgər mən kəsişməyə girdimsə, yol mənim də axıra qədər getməliyəm. Axıra qədər sürən sürücülər cərimələnir. Günün ikinci yarısında, gecə saatlarında, səhər saatlarında, yəni bu svetoforu nəzərə almayan sürücülər cərimələnir. Çünki orada gözləmək lazımdır. Niyə gözləmək lazımdır, göstərəcəm. Belə hallarda nələrə diqqət etməlisiniz? Əgər siz yol ayrıcına daxil olduqdan sonra yol ayrıcının çıxışında növbəti svetoforu görürsünüzsə, baxın görün o svetofor yerdə stop xətti ilə, yəni 1-12 köndələninə xətlə tətbiq olunubsa, o svetoforun da tələbinə riayət etməlisiniz. Yaxud da ola bilər ki, yerdə xətt olmasın, svetoforun altından 5-33 nişanı tətbiq olunsun. Yəni dayanmaq üçün yer, o nişanı qoyanda demək istəyirlər ki, sürücü, sən bu svetoforun da tələbinə riayət etməlisən və təyin olunmuş yerdə gözləməlisən. Artıq buradan sağdan kəsişən yoldan gələn avtomobillər hərəkət edir və biz körpünün altında dayanma nöqtəsi nəzərdə tutulub. Bəzi sürücülər əvvəlki svetoforun yaşıl siqnalı ilə girir, siqnal dəyişəndə burada da qırmızı işıq yanır və buradan hərəkətin düzünə davam etdirir. 100 manat 3 bal ona kameralar vasitəsilə cərimə gəlir. Ona görə də qaydaları bilin. İndi bu yol ayrıcının növbəti, yəni qarşı tərəfdən gələn istiqamətində də bir nişan tətbiq olunub. Onun haqqında da məlumat verəcəm sizə.